Salam, İki Sahil İnternet Televiziyasının efirində aktual xəbərlə qarşınızdayıq. Tarif Şurası Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu ilə hərəkət üçün ödəniş məbləğlərini təsdiqləyib. Qərar Şuranın 1 iyun 2026-cı il tarixdə keçirilən növbəti iclasında qəbul edilib. Məlumata görə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidən qurma işləri çərçivəsində inşa edilən Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 aprel 2026-cı il tarixli 91 nömrəli qərarı ilə ödənişli yol kimi müəyyən edilib. Tarif Şurasının qərarına əsasən minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük nəqliyyat vasitələri üçün ödəniş məbləği 1 kilometrə görə 8,6 qəpik müəyyən edilib. Bu yolun tam məsafəsi üzrə 6,99 manat təşkil edir. Kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri və digər maşın mexanizmləri üçün tarif 1 kilometrə görə 10,6 qəpik, yəni bütün marşrut üzrə təxminən 8,62 manat olacaq. Avtobuslar üçün ödəniş məbləği 1 kilometrə görə 7,1 qəpik, bütün yol üzrə isə 5,77 manat müəyyənləşdirilib. Qoşqulu və yarım qoşqulu, həmçinin 3 və daha çox oxlu nəqliyyat vasitələri üçün tarif 1 kilometrə 17,7 qəpik, tam marşrut üzrə isə 14,39 manat təşkil edəcək. Qeyd edilib ki, Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu mövcud marşrutla müqayisədə 19,7 kilometr daha qısadır. Bundan əlavə, yolda daha yüksək sürət həddi tətbiq olunur ki, bu da sürücülərə həm vaxta, həm də yanacaq sərfiyyatına qənaət etməyə imkan verəcək. Tarif Şurasının məlumatına əsasən, ödənişli yollardan əldə olunan vəsait avtomagistralların və ödəniş məntəqələrinin saxlanılması, avtomobil yollarının təmiri, qorunması, yenidən qurulması, layihələndirilməsi və yeni yolların tikintisinin maliyyələşdirilməsinə yönəldiləcək.